Salam. Özünə yazıçı deyən Kəramət Böyükçül özü də etiraf edir ki, hakimiyyət ona obyektlər tikmək üçün imkanlar yaradıb, icazə verib. Əsas söhbətimə keçmədən öncə bu videoya qulaq asaq. Bir neçə il əvvəlin videosudur. Respublikasının konstitusiyasının içine sıçtın, ailəsi qəşəng sıçtın, referendum adına görə adıyla belə konstitusiyasının içine sıçtın. Sən qızım, mən qızımla yaxşı qızdır. Yoxsa sən oğlum, mən oğlumla yaxşı oğlum. Oğuldur. Mənim oğlum var, Barış. Sən də oğlum var, İlham Əliyev. Sənin oğlun, Heydər Əliyev var, oğlum. Mənim oğlumun duduşu ola bilməz. Hakimiyyət ona biznes obyektləri tikməyə icazə verib, şərait yaradır. Heç kəsə səyyar kitab satmağa icazə yoxdur. Amma bu adam ilin bütün fəsli avtobusunu qoyub parka, part-apart kitab satır. Mədəniyyət Nazirliyi, o idarə, bu idarə ondan yüzlərlə bir dəfəlik kitab alır, kitabxanalara yerləşdirir. Targovu bazarı açılanda buna kitab tutkası verilir. Bilmədiyimiz daha nələr var, Allah bilir. Bir neçə gün əvvəl isə ona 3 biznes obyektini tikməyə şərait yaradıb, icazə verir. Əsla kiminsə pullu olmasına pis baxmıram. Allah hər kəsin işinə bərəkət versin. O zaman pis baxıram ki, siz də məni bağışlayın, bu pulu başqasına qəhbəlik edərək əldə edir. Hakimiyyət dedi ki, sən nə qədər başda göstərdiyim videodakı kimi əvvəlki keçmişindən uzaqlaşsan da, belə videolar çəkməsən də, hələ sənə yaşıl işıq yanmayıb. Hakimiyyət dedi ki, sən xaricdə olan mühacirlərə qarşı qəhbəlik edəcəksən, ondan sonra bizdən it payı alacaqsan. Sənin biznes qurmağına şərait yaradacağıq. Onun qəhbəliyi, yenə də üzr istəyirəm bu ifadəyə görə, əslində normal bir sözdür. Türkiyə türkçəsində kahpelik deyilir, yəni namərdlik. Başqa birilərinə namərdlik edən adama kahpe deyirlər. Hə, onun əsas qəhbəliyi bir il əvvəl müxalifətçilərə qarşı danışmaqla başladı. Sonra qoşuldu Mir Şahinin xoruna, o da dedi Alyona Əliyeva bizim milli qeyrətimizdir. Hansı ki, o vaxt Alyona söhbəti çox qızışmışdı. Hakimiyyət bundan istifadə elədi. Bu da başladı Alyona haqqında pis danışanlara qarşı itdik, qəhbəlik eləməyə. Daha sonra mənə dəfələrlə daş atdı. Niyə bala? Durduq yerdə mən sənin gözünə niyə girirəm? Hakimiyyət buna tapşırdı, bu da başladı yaltaq saytların mənim əleyhimdə yazdığı yalan, böhtan xəbərləri tirajlamağa. Özünün cəsarəti çatmır, başqası vasitəsilə müsahibədə mənə sual göndərir. Bizim növbəti sualımız deməli Kəramət Böyükçölün sualıdır. Mən bu sualı olduğu kimi oxumaq istəyirəm. Kəramət bəy sual olaraq sizə yazır. Deyir ay millət, Tural Sadıqlının hakimiyyət haqqında danışdıqları yalandır. Əziz millət.